duamızı oxuyaq. Nailə. Atasız və anasız dünyaya gələn neçə canlı var? Nailə xanım, atasız, anasız dünyaya gələn 7 canlı var. Bunun birincisi Həzrət Adəmdir. İkincisi Xanım Həvvadır. Anası, atası olmadan dünyaya gələn ikinci canlı. Onun biri Salih Peyğəmbərin dəvəsidir. Salih Peyğəmbəri ki, Peyğəmbər kimi qəbul eləmədilər. Dedilər, bizə möcüzə görsət. O biri Peyğəmbərlərin möcüzələri var idi. Sən də möcüzə görsət, deyək ki, Peyğəmbərsən. Cəbrail nazil oldu, buyurdu ki, ey Allahın Rəsulü, Allah buyurdu, hər nə istəsə olacaq. Salih Peyğəmbər dedi, nə istəyirsiniz? Dedilər, gözümüzün qabağında bir dəvə yarat. Dəvə gözümüzün qabağında boğaz olsun. Gözümüzün qabağında balasını dünyaya gətirsin. Salih Peyğəmbər dua elədi. Yerdən cəmaatın gözü qabağında qırmızı bir dənə dəvə qalxdı. Qalxa-qalxa boğaz oldu və qalxanda balasını dünyaya gətirdi. Anası, atası olmadan dünyaya gələn məxluqun biri də Salih Peyğəmbərin dəvəsidir. Anası, atası olmadan dünyaya gələn başqa bir canlı Həzrəti İbrahim Peyğəmbərə nazil olan Mina vadisində qurbanlıq qoşdu. Ki, Cəbrail buyurdu, İsmail bırax, al bu qoçu kəs. Anası, atası olmadan dünyaya gələn 5-ci canlı Həzrəti Musa Peyğəmbərin əsasıdır. Yəni, əsanı yerə atanda o nəhəng yılana dönürdü. Quran-ı Kərimdə buyurur. Bu oldu 5. Anası, atası olmadan dünyaya gələn 6-cı canlı yarasadır. Çünki İsa Peyğəmbər Peyğəmbərliyi zamanında ondan möcüzə istədilər. Yenə Cəbrail nazil oldu, buyurdu ki, ya İsa, Pərverdigar Allah buyurur ki, nə istəsə olacaq mənim Peyğəmbərimə deginə. Dedilər ki, ya İsa, gözümüzün qabağında bir quş yarat, ətdən olsun, sümücü olmasın. Uçar qanadı olsun, lələyi olmasın.